Hər vaxtınız xeyirli olsun dostlar. Bilirsiniz ki, bu günlər 44 günlük Vətən müharibəsinin 5 illiyini qeyd edirik. Anım günlərini yaşayırıq. Bu günlər ərzində xüsusilə Göyçayın şəhidlərini və qazilərini sizlərə tanıtmağı qarşıma məqsəd qoymuşam. İlk olaraq isə Göyçayın Şahsultanlı kənd sakini 44 günlük Vətən müharibəsinin qazisi ilə başlamağı qarşıma məqsəd qoydum. İgid özü buradadır. İndi qısa öz-özünü təqdim eləsin, ondan sonra həmsöhbət olaq. Mən Məmmədov Asif Hikmətoğlu, Göyçay rayonu Şahsultanlı kəndindən 1995-ci il yanvar ayında anadan olmuşam. İndi Asifin dilindən onun keçdiyi döyüş yoluna birgə nəzər salaq. Mən Məmmədov Asif Hikmətoğlu, Göyçay rayonu Şahsultanlı kəndindən 1995-ci il yanvar ayının 16-sında anadan olmuşam. 2013-cü ildə həqiqi hərbi xidmətə çağırılıb və xidmətimi başa vurduqdan sonra geri qayıtmışam. 2020-ci ildə baş verən Tovuz döyüşləri zamanı şəhidimiz General Polad Həşimov şəhid olduqdan sonra mən də bir çoxları kimi adımı könüllü olaraq ordu sıralarına yazdırmışam. Və 2020-ci il 27 sentyabr zamanı baş verən haqq savaşımıza mən də bu savaşa qoşulmuşam. Sentyabrın ilk günü döyüş günümüz Füzulinin Yuxarı Əbdürrəhmanbəyli kəndindən Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim tank taborumuz düşmənin böyük bir səddini aşıb keçdikdən sonra bizim əlavə qüvvələrimiz irəliləməyə başladı. Biz də o qüvvələrin tərkibində öz döyüş fəaliyyətimizə başladıq. İlk fəaliyyətimiz elə o kənd. Sonradan erməni ilə bizlə üzbəüz olan Qırmızı Manqa deyilən bir yeri Ohanyan səddinin arxa tərəfində yerləşən. Çətin döyüş yolu həm relyef olaraq çətin olduğuna görə, həm də ilk günlər olduğuna görə düşmənin də itkini az verməyinə sayəsində belə deyək də, onların da qüvvəsinin çox olması nəticəsində bizim döyüş yolumuz daha ağır keçirdi. Sonralar biz irəlilədikcə düşmənin belə deyək də beli qırıldıqca, biz onların eşalonların keçdikcə, birinci, ikinci, üçüncü eşalonların keçdikcə, irəlilədikcə Cəbrayıl istiqamətindən biraz asanlaşma baş verdi. Sonradan döyüşümüz, ağır döyüşlərimiz Füzulinin Kürdlər, Qarğabazar və bir çox kəndləri, İlandağ və bir çox kəndləri uğruna gedən döyüşlərdə baş verdi. Yenə də o döyüşlər zamanı mənim döyüş yoldaşlarım, qazi qardaşlarım, döyüşçülər bugünkü gün yenə də Allah bütün şəhidlərimizə rəhmət eləsin. O döyüşlər zamanı bir çox şəhidlərimiz oldu. Həmçinin qazi qardaşlarımız və döyüşçü qardaşlarımızla bir yerdə şəhidlərimizi döyüş meydanından qoymayaraq geri götürürdük, döyüş meydanından götürürdük. Yaralanmağın harda oldu? Hansı gün oldu? Necə oldu? Necə xatırlayırsan? Səni döyüş yerindən kimlər təxliyə elədi? Yaralanmağım biz 24 oktyabr gecə saatlarında ağır döyüşlər keçirdi. Biz əmr almışdıq ki, irəli düşmənin bəzi postlarını götürmək əmr almışdıq. Gecə bizim ağır döyüşlərimiz oldu. O döyüşlərdə bizim ilk şəhidimiz, Allah bütün şəhidlərə rəhmət eləsin, yenə də ilk şəhidimiz Abdullayev Tural şəhid oldu gecə. Sonradan səhər açıldı və biz şəhidlərimizi təxliyə edəndən sonra səhər açıldı və ermənilər hücuma keçdi biz istiqamətində. Onlar da bizi görürdü, biz də onları. Qarşı-qarşıya döyüşlər baş verdi. O döyüşlər zamanı mən yaralandım. Mən döyüş meydanında taborumuzun, belə deyək ki, bölüyümüzün ilk yaralılarından biri mən idim. O döyüşdən məni yaralı halda çıxardan mənim bugünkü günü torpaq altında yatan iki qardaşım, Allah onların hər birinə rəhmət eləsin, Hüseynov Əsgər və Hacıyev Toğrul. Biri Balakən rayonu Kortalı kəndindən Hüseynov Əsgər Vaqifoğlu. Biri də Göyçay rayonu Çayarxı kəndindən Hacıyev Toğrul Siyahşahoğlu. Bugünkü günü mənim yaşamağımda səbəbkar olan insanlar. Mən onu bir neçə dəfə demişəm ki, mənim ad günüm 16 yanvarı yox, 25 oktyabrdır.
üzr istəyirəm, məni anam, atam dünyaya gətirib. Amma bu dünyada məni onlar ikinci dəfə dünyaya bəxş eləyib. Əgər onlar məni o döyüş meydanından çıxarmasaydılar, mənə ilkin tibbi yardımı göstərməsəydilər, mən elə həmən o döyüş meydanında bütün şəhid qardaşlarım kimi şəhid olası bir insan idim. Sadəcə demək ki, mənim qismətim də buymuş. Demək ki, onların da alın yazısı oymuş, mənim də alın yazım buymuş. Mən də bəziləri kimi ağrıdan, acıdan, bəzən o qədər əzab, əziyyətli günlər keçmişəm ki, yaralı vəziyyətdə hər zaman mən də döyüş qardaşlarımın yanında olmaq istəmişəm. Şəhidliyi çox insan arzu edə bilər, amma Allah o şəhidlik zirvəsini hər insana qismət eləmir. O ən uca, ən ali məqamdır. Mənə elə gəlir ki, o məqamda olan insanlar toxunulmazdır. Onların məqamı hər bir şəxsdən ucadır. Necə idi ümumiyyətlə döyüşdə olmaq, geridə ailə, övladlar, eyni zamanda irəlidə də qardaşlar? Hansı hisslər idi, necə hisslər idi? İlk günlərdə çox çətin idi. Axı mən geridə 2 qız evladı qoyub gelmişdim və körpə uşaqlar, ana, başsız qadın. Çox çətin idi mənim üçün. Sadəcə orada orada döyüş vəziyyətini indi mənə elə gəlir ki, sən onu daha yaxşı bilərsən. Çünki sən özün də döyüşçü olmusan. Bizlə çiyin-çiyinə döyüşən qardaşlarla olmusan. Onu çox gözəl anlayarsan ki, insan orada olduqda özünə yeni deməyək. Orada insan əsl qardaşları orada tapır özünə. Əsl qəhrəmanları, igiddə orada tanıyırsan. Və onlarla çiyin-çiyinə döyüşmək, onlarla əziyyət çəkmək sənə həm fəxirdir. Ola bilər əziyyətlidir, çətin olur, çox çətin olur. İnsan ailəsindən, evladından ötürü narahat olur, çətinlik çəkir. Amma orada bizim bu döyüşdəki olan əhval-ruhiyyəmiz mənə elə gəlir ki, heç bir zaman, heç bir ordunun qüdrəti elə bir qüdrəti olmayıb bizim ordunun olduğu qüdrəti kimi. 2020-ci il döyüşlərində baş verən həmin o ruh yüksəliyi, hətta millətimizdə, dövlətimizdə olan bu birlik, savaş mənə elə gəlir ki, heç bir dünyanın heç bir ölkəsində olmayıb. Yeganə haqq savaşıdır ki, biz bu savaşı qazandıq. Bu dünya mənə elə gəlir ki, siz də bunu bilən adam kimi təsdiqləyirsiniz ki, bu günə kimi bütün dünyada az dövlətlərdən biriyik ki, həqiqətən də haqq savaşında qalib gəlmişik. Həmişə nələrsə olub, amma şükür ki, bugünkü gün bizim dövlətimizin bir növ siyasəti nəticəsində deyək, bir növ ordunun gücü nəticəsində, bir növ əsas şəhidlərin qanı, canı bahasına, qazilərin, döyüşçülərin, bizlərin, sizlərin canı bahasına, bu millətin, Azərbaycan xalqının iradəsi və birliyi nəticəsində bu torpaqlar alındı. Əlbəttə ki, vaxtı ikən qanla alınmış torpaqlar bu bəlli məsələdir ki, bir gün qanla da yenə də alınmalıdır. Erməni mənfurları tərəfindən alınmış torpaqlarımız bizim igidlərimiz tərəfindən geri qaytarılmalıdır. Ana bacılarımızın ahı yerdə qalmadı. Xocalıda baş verən, Kəlbəcərdə, Şuşada, Laçında baş verən o qətliamlar, hər bir Azərbaycanın, Qarabağın hər bir torpağında baş vermiş o vandalizmin biz qisasını aldıq. Mənə elə gəlir ki, biz yetərincə qisasını aldıq. Bu günə görə də mən şükür edirəm və şəxsən döyüşdüyüm döyüş yoldaşları ilə sizlərlə fəxr edirəm. Necə ki, özümdən həmçinin o biraz belə təkəbbürlü kimi çıxmasın, mən öz döyüş yoldaşlarımla belə, bütün qazi qardaşlarımla, döyüşçü, veteran, şəhid qardaşlarım hər birinə fəxr edirəm. Çünki mən Azərbaycanda doğulmuşam və Azərbaycanlı olmağımdan, bir türk oğlu, Azərbaycan oğlu olmağımdan fəxr edirəm. Yaşasın bizim Azərbaycan, yaşasın bizim millət, dövlət. Bunu belə desək ki, biraz ola bilər ki, səhv anlaşılar, amma belə düz xahiş edirəm ki, mən bu videonu, bunu dinləyən şəxslər düzgün başa düşər. Sən qarşı. Mənim üçün ən dəyərli olan mənim o sinəmdə daşıdığım medallardır. Çünki mən hər o medala başımı aşağı salıb baxanda, onun vəsiqəsini açıb içinə baxanda, birbaşa bizim cənab prezidentimizin, ali başkomandanımızın orada imzasını görürəm ki, yəni şəxsən mənə onu bir təltif olaraq, əziyyətimin bəhrəsi olaraq, dövlət tərəfindən mənə verilmiş ən böyük, ən dəyərli zinət, əşya, belə necə izah edeyim sizi, bir maddiyyat olaraq mən bunu görürəm. Və mənim bugünkü günü həyat şəraitimin yaxşılaşdırılması üçün belə deyək,
dövlət tərəfindən bir çox qazi yoldaşlar və şəhid ailələri olmaqla mən də 3 otaqlı evlə təmin olundum və bununla bağlı o fürsətim olmayıb, belə buradan fürsətdən istifadə edib ölkə başçısına və onun ətrafında olan bütün yaxşı insanlara öz təşəkkürümü bildirirəm ki, bizi nəzərə alıb, bugünkü gün ailə vəziyyətimi və mənim şəxsi vəziyyətimi nəzərə alıb, məni bu evlə tərtib edib. Çox sağ olsun. Hər zaman biz də onun arxasında və onun sözün deyəsi adamlarıq. İnşallah ki, bizi utandıracaq bəzi məsələlər olmaz inşallah. Mənə elə gəlir ki. Mən Məmmədova Raya Asif qızı və atam döyüşə gedən zaman son sözü sağ ol və mən qayıdarkən qələbə ilə qayıdacam və onun arxasınca mən fəxr etdim. Mən məktəbdə, sinifdə atam haqqında qürur duyuram ki, mənim belə atam var.